İndi biz bunu tapmaq üçün, yufqanı biçmək üçün nə edirik? Götürürük, birinci bel yarım çevrəsini tapırıq. Bölürük 4-ə. Bel çevrəsini 4-ə bölürük. 4-ə böldükdən sonra arxa hissədir. Biz birinci biçirik arxa hissəni. Ön hissədən 4-də 1 olduğu üçün 1 sm kiçik götürəcəyik. Birinci götürürük razrezin payını. 5-6 sm razrez payı götürürük. Xəttimizi çəkdik. Sonra 1 sm dikiş payı üçün mərkəzi xəttimizi çəkdik. Parçanın əyrisini düzəltmək üçün. Sonra arxa hissədə bel çevrəsi neçədir? 24. 24 sm bel çevrəsini 24 çoxdur. 24 bel çevrəsi 3 də gəldik üstünə viçkanın payını. Sonra bax beli götürdük 3 sm-də viçkanın payını öz üstünə gəldik. 18 düşürük aşağı. Yox, oturacağımız. Bax bu oturacağımız yanımızı tapmaq üçün. Sonra oturacaq çevrəmiz bizim 26 sm-dir. 26. 25. 25'i götürdük. Bu da bizim oturacaq çevrəmiz. Sonra xətlərimizi çəkirik. Çəkdik, birləşdirdik. Çox sadədir, asan bir şeydir. İndi götürürük yufqamızın uzunu. Yufqamızın uzunu nə qədər idi? 60 sm-də yufqamızın uzunudur. 60 sm yufqanın uzunluğunu götürürük. 3 sm-də dikiş payı. Oldu 63 sm. Eyni qaydada yandan götürürük. Bax 63. Burada da həmçinin ki düzlüyü tapmaq üçün. Sonra oturacağımız neçədir? 25. Ətəyi də 25 götürürük. Bunu birləşdiririk. Oturacaq neçədirsə ətəyi də götürürük. Eyni qaydada. Bu da bizim belimiz. Bu indi biz düz qalacaq şeydə çəkəcək bunu belə, oturacaq yerinə. Viçka onu çəkib oturacaq, beli düzdür ona görə. Sonra ətəyi birləşdiririk. Ətəyi birləşdirdik. 1 sm buradan 8 sm sinə arasını tapdıq, 8 sm. 3 sm-dir viçkanı. Bil viçkasını. Ölçü 12 sm-dir yufqada. Yufqada götürdük viçkanı. Ortadan bölürük 1,5. Bax, siz dəqiq eləmək üçün ortada hansı xətti çəkəcəyik? 9,5. Buradan da 9,5 görsünüz, bax, eyni çəkilir. Birləşdiririk xətləri. Viçkanı. Sonra bax yuxarıdan 1 sm aşağı viçkaya düşürük. Bu xətləri ona görə saxlayırıq biz. Düşdük, bax burada sıfırladıq. Sonra ətəkdə 1 sm oradan qalxdıq axı. Buradan da 1 sm. Əgər qələm ətək istəyiriksə, burada 2 sm arıq adamlarda, kök adamlarda 4 sm yuxarı qalxırıq. İstəyiriksə əgər, oturacaqdan gəlirik, formaya salırıq. Yəqin ki, belə istəyirsən. Sonra biçək bunu. Kim başa düşməlidir? Sual versin, biçməmişim. Başa düşdük. Mənə aydın. Sizə, sənə və sizə və sizə. Zəli xanım. Burası niyə aşağı düşdü? Qalxdıq yuxarı əksini. Buradan qalxmışıq axı. Hə, ona görə burada qalxdı ki, uzunluqlar bərabər olsun. Pardon.